Xoş gördük əziz dinləyicilər. İranın xaosa dönmüş vəziyyəti getdikcə də dərinləşir. Məs bilirsiniz, bütün qonşulara zərbə vurduqdan sonra və nəhayət Azərbaycana zərbə vurduqdan sonra bu günləri Pezeşkiyan üzr istədi o ölkələrdən ki, oradan heç vaxt zərbə gəlməyib, amma onlar zərbə vurublar. Bu da ondan irəli gəlir ki, prezident və yaxud da vilayət rəhbəri heç kəsə gücü çatmadığına görə vilayətlər 50-yə yaxın vilayətə dönüb və hər bir vilayət özü müstəqil surətdə qərar çıxardır ki, bu da Pezeşkiyanın əmridir, çünki ərazilərə, vilayətlərə o artıq əlaqə yarada bilmir. Bu mənada üzr istədi. Bununla işim yoxdur, amma bu gün həm də İranın artıq qonşu ölkələrə vurduğu zərbələr də kifayət qədər azalıb, 80%-ə düşüb və bu da onu göstərir ki, nəhayət İran tükənməkdədir. Bəzi insanlar vardı, bildirirlər ki, Amerikanın silahları tükənib, bəzi ekspertlər də bunu deyirdilər. Yəni bu doğrudan da çox avam bir açıqlamadır. Niyə görə avam açıqlamadır? Çünki aylarla hazır olan və bütün kəşfiyyatı İranın içində olan bir dövlət əlbəttə bilir ki, vəziyyət nədir və bunun üçün hansı hazırlıqlar görmək lazımdır. Amerika kimi professional, yəni ölkə bu səhvi eləyə bilməzdi və bu da onu göstərdi ki, bu günlərdə biz bildik ki, yanlış bir məsələdir. Artıq İranın raketləri tükənir və raketləri atan qurğular da tükənib. Çünki bütün qurğuları İran Çindən almışdı və bu Çindən alan qurğular da daha gəlmir və gələnlər də ki, artıq İran, Amerika və İsrail tərəfindən məhv edilir. İkincisi, mənim üçün ən vacib olan məsələlərdən biri ondan ibarət ki, bu günlərə o İranın qulbeçələri ki vardı, səhərdən axşama qədər Azərbaycanı təhdid edirdilər, söyürdülər. Elə onlardan biri Tohiddir, Kərimə dövləti yaradırdı. Biri elə Elxan mənim adaşımdır, hər gün bizi İranı tənqid etdiyimizə görə söyürdü və mən ona 28.08, yəni düz 5 ay bundan əvvəl bildirmişdim ki, heç ürəyinizi sıxmayın. 3 ay gözləyin, düzü 3 ay yox, üstündən 5 ay keçdi və doğrudan da ağaları da məhv oldu, bütün generallar da məhv oldu və İran bu günləri həqiqətən çox ağır vəziyyətdədir ki, bugün müharibə bitsə belə İranın buradan sağ çıxma imkanı yoxdur. O tohidçilər də, o digərlər də, hər gün Azərbaycanı qınayanlar bugün yoxdur. Görsənmir, hansı divarın deşiyində gizləndiklərini bilmirəm, hər halda bir gün gələr çıxarlar ortaya. Baxın, biz bundan danışdıq, heç də İranı yıxmaqdan, İranı dağıtmaqdan söhbət etmirdi. Bizim elə bir imkanımız yoxdur. Biz sadəcə olan şəkili, olan mənzərəni izah edirdi və bu olan mənzərəni izah etdikdə isə yalnız və yalnız İranın pəncərəsindən dünyaya baxanlar bunu görmürdü və bizi necə də aqressiyada günahlandırırdı, İsrailə işləməkdə günahlandırırdı, Amerika işləməkdə günahlandırırdı. Bax, bu günləri bu həqiqəti gördünüzmü? Nəhayət görün və bilin ki, biz heç nəyə hədər yerə demirdik. Çünki biz prosesi izləyirik sizdən fərqli olaraq və bu günləri gəlin cavab verin və deyirsiniz, heç nə yoxdur, heç nə olmayıb, ağa möhkəmdir, filan kəsdir, bəhməkənsdir, bütün dünyanı məsələn İslam tutacaq, İran dövləti tutacaq. Tuta bildinizmi? Əlbəttə tuta bilmədiniz və bu insanlar da qaçıb gizləniblər və bir vaxtı mən demişdim, elə o adaşıma da bildirmişdim ki, sizin vətəniniz də yoxdur, dininiz də yoxdur, imanınız da yoxdur. Bugün İran batır və onlar özləri də batırlar, özlərinin də səsi çıxmır. Çünki artıq yad ölkələrdə də bir qərib kimi də öləcəklər. Çünki bu insanlar vətənsizdirlər. Təşəkkür edirəm.